Rusiya prezidenti Vladimir Putin miqrantlar üçün, o cümlədən Rusiya vətəndaşlığının alınması üçün rüsumların 12 dəfə artırılmasını nəzərdə tutan qanun imzalayıb. Yeni qaydalara əsasən Rusiya vətəndaşlığı almaq üçün müraciət haqqı 4200 rubuldan 50.000 rubla, yəni 1136 manata yüksəlib. Beləliklə, vətəndaşlıq üçün dövlət rüsumu təxminən 12 dəfə artırılıb. Müvəqqəti yaşayış icazəsi üçün müraciət haqqı 1920 rubuldan 15.000 rubla və ya 341 manata qaldırılıb. Daimi yaşayış icazəsi üçün ödəniş isə 6.000 rubuldan 30.000 rubla təxminən 682 manata qaldırılıb. Qanuna əsasən xarici işçilər üçün iş icazəsinin verilməsi ilə bağlı rüsumda artırılaraq 15.000 rubul və ya 341 manat müəyyən edilib. Siyasi şərhçilər bildirir ki, miqrasiya siyasətindəki bu dəyişiklik yeni deyil. Bununla bağlı Rusiya əvvəl də buna bənzər addımlar atıb. Onların bizneslərinin tamamilə əllərindən alınması, məcbur olaraq müharibəyə cəlb olunması və Ukraynaya qarşı müharibə aparmağa sövq edilməsi onsuz yetəri qədər önəmli faktlar idi və bundan sonraki mərhələdə yenidən bu prosesin hüquqi olaraq hər hansısa bir çətinləşdirilməsi, yeni Rusiyaya gələ biləcək vətəndaşların qarşısını almasından daha çox orada yaşayan və bu prosesi birbaşa olaraq icra etməyə çalışan, öz yaşama icazələrini uzatmağa çalışan ya da vətəndaşlıq üçün müraciət edən şəxslərin hər hansısa bir formada Rusiyada yaşamasına icazə verməmək, onların deportasiya olunması, kütləvi şəkildə öz ölkələrinə, 3-cü, 4-cü ölkələrə köçürülməsi ilə bağlı proseslərlə də müşahidə oluna bilər. Bununla bərabər bəzi kateqoriyadan olan şəxslər ödənişlərdən azad ediləcəklər. Keçmiş SSR vətəndaşları və həmvətənlərinin Rusiyaya köçürülməsi üzrə dövlət proqramının iştirakçıları vətəndaşlıq üçün rüsum ödəməyəcəklər. Həmçinin Rusiya üçün xüsusi əhəmiyyət daşıyan şəxslər və onların ailə üzvləri müvəqqəti və daimi yaşayış icazələri üçün dövlət rüsumlarından azad olunacaqlar. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlayan əcnəbi vətəndaşlar da vətəndaşlıq və yaşayış icazələrinin rəsmiləşdirilməsi zamanı rüsum ödəməyəcəklər. İqtisadçılar bildirirlər ki, rüsumların qaldırılmasının əsas məqsədlərindən biri müharibə ilə bağlı olaraq büdcəyə lazım olan pul vəsaitinin toplanmasıdır. Digər bir məqam isə təhlükəsizlik məsələsidir. Ola bilsin ki, ölkəyə daha bütün dünyada olduğu kimi daha dayanıqlı ölkədə qalıb fəaliyyət göstərən insanlara üstünlük verilməsidir. Təsadüfi gələn insanlar çox vaxt ola bilsin kriminal elementlərlə əlaqədar ola bilər və ya ola bilsin ki, müəyyən qərəzli mövqedə olan dairələrin nümayəndəsi də ola bilər. Bunun tənzimlənməsi üçün təbii ki, bir tənzimləmə funksiyası da mövcuddur bu addımda. Beləliklə, Rusiya miqrasiya siyasətində yeni mərhələyə keçir. Dövlət rüsumlarının artırılması ölkədə yaşamaq və vətəndaşlıq almaq istəyən əcnəbilər üçün prosedurları daha bahalı və çətin edir. Ekspertlər hesab edirlər ki, bu addım həm dövlətin iqtisadi maraqlarına, həm də miqrasiya axınlarının daha sərt tənzimləməsini hesablanıb.